Herkese selamlar, saygılar. Güney Azerbaycan'dan Bakış programının 100. bölümündesiniz. Bugün her zamanki kimi Güney Azerbaycan Bakış programında geçen hafta Güney Azerbaycan'ı ilgilendiren ve Güney Azerbaycan'ın milli menfaatlerine uyalı bazı konuları danışırıq normalde. Ve bugün programımızın 100. bölümüdür. Ona görə bəzi yoldaşları biz çağırırıq və onlarla da danışacağıq. Sayın Səfəli bəy hidayətdə olacaqdır. Ancaq mən Sayın Salih bəy Yıldırımı çağırmışam ki, ondan görüşlərindən, düşüncələrindən faydalanaq. Bu Güney Azərbaycandan Baxış programının 100. bölümündəsiniz və əslində Güney Azərbaycan İstiqlal Partisinin Instagram sayfasından bunu biz yayırıq canlı olarak. Hər həftə Perşembe günü saat 9'da, Təbriz vaxtı saat 9'da. Mən müsaade edin Sayın Salih bəy Yıldırımı çağırayım otağa və söyləşimiz olsun. Salih bəy, eğer otaqdasınız, bəli, gördüm sizi. Selamlar, saygılar Salih bəy. Salam bizden. Hoş gördük sizi. Çok sağ olun. Ben de sizi ve bütün burada olanları ve sonra görenleri hamısını salamlıyorum. Çok sağ olun. Yəqin ki her şey yerinde, qaydasında. Ha, o cürdü. Her şey güzel. Ben sizden teşekkür, bir saniye ben olsun, ben Səfəli bəy, istediğim Səfəli bəy də çağırım ama ben sizinle danışım sonra. Ben çok sevinirəm sizinle danışıram. Bilirsiniz, hem canlı olanda hem oradaki yazılara bakıram. Adamlar gelir, gelir bir şey yazır. Onlara da bakıram. Ancak siz yani 100. programındayıq Güney Azərbaycandan Baxışda. Tabii biz o kadar təkrar eləmişik də bizə elə onun adıdır programın. Ancaq aslında böyük bir fəlsəfə üzerine kurulmuş bu her kələməsi, her sözü bunun yani Güney Azərbaycandan Baxış programı. 100. programındayıq. Salih bəy, bunun 4'ü 5'i silinmiş, kəsilmiş, delete olunmuş, save eləyə bilməmişik, yığa bilməmişik. Yani onları hesaplasaq olur 104, 105 yerine bilim neçə. Ancaq save olup kalan 100. programdayıq və mən həqiqətən onur duyuram ki, siz 100. programdasınız. Başka yoldaşlardan, böyüklerimizden, ustadlardan, danışanlardan da yani çağıracağıq. Ancaq bilirsiniz ki, geçen 100 programda təqribən təşkilatların, bütün təşkilatların böyüklərini, sözcülərini, düşünürlərini gətirmişik, danışmışıq və görüşlərindən də faydalaşmışıq. Heç fərq qoymadan, heç hətta bir argüman da olmadan yani bunu eləmişik. Ancaq Güney Azərbaycan İstiqlal Partisinin Instagram'dan bu iş olmuş və Güney Azərbaycandan Baxış programında biz bu fürsəti, çok balaca bir fürsətdir canlı Instagram'da, yani düşünün yani bunu yaradabilmişik her kəsə fərq qoymadan. Ancaq maalesef bunu her yerde görə bilmirik və mən hər halükarda sevinirəm ki, siz zaman qoymuşsunuz, qatılmışsınız. Sizdən eşidək, biz istəyirik sizdən eşidək bu danışdıqlarımızın sayəsində və özünüz də nə demək istəyirsiniz Güney Azərbaycanın indiki, Güney Azərbaycanın milli hərəkatının indiki durumu, indiki gəlib bu sayfada indi varıq. Bunu necə görürsünüz və necə istəyirsiniz? Söz sizindir, buyurun. Çok sağ olun. Birinci növbədə icazə verin, mən elə bu fəlsəfiyə, bu ad seçmişsiniz və bu addan bu verilişlər gedir. Mahiyyəti təşkilatlara Azərbaycan meselesini gündəmə gətirmək və Güney Azərbaycan söyləmini, Güney Azərbaycan fəlsəfəsini, düşüncə tərzini, terminolojilarını belirlemek için bir başlangıç indi 100.
proqramındadır. Təbrik edirəm. Yəni demək ki 100 həftədən çoxdur. Çünki hər həftə də olmasa, amma yəni ki 2 il müddətində bunu yürütmüsünüz hər halda. Bu çox dəyərli və Güney Azərbaycan Milli Hərəkatında, yəni bizim hər şeyimiz Güney Azərbaycanla başlayır və bu proqramın da Güney Azərbaycandan baxış adı ilə Güney Azərbaycanın Güney Azərbaycan davasının, hərəkətinin, milli davasının öz söyləmlərini, öz deyimlərini. Daha baxın mesela biz çox təəssüf edicidir. Oğuz bəy, məsələn 30 il Azərbaycan 30 ildir müstəqil olubdur. Quzey Azərbaycandır. 30 ildən aşkındır. 30 ildə ən azından təşkilatlar münsəcim formada milli hərəkət vardı. Yəni nəinki yoxdur ha, işğaldan bəri milli dirəniş, milli hərəkət var, amma sistemli olaraq 30 ildən aşkındır, indi təşkilatlanma gedir. Amma baxırsınız, görürsünüz, məsələn, geçən il, ya 2 il bundan əvvəl o söyləmin yaranılmaması və xoş gördük. Salam aleyküm əziz dostlar, xoş gördük. Çox sağ olun. O söyləmin Güney Azərbaycan mikrofonumuz açıq. Güney Azərbaycan söyləminin mənim səsim özümə Buyurun. Başlayın Salih bəy. Bəli. O Güney Azərbaycanın milli hərəkatının öz söyləmlərinin yaranmamasının ücbatındandır ki, biz görürük ki 2 il bundan qabaq gəlir Jenjiyan azadını tərcümə elə qadın yaşam azadlıq və milli şüar kimi bunu təqdim edir. Yəni bu faciədir. 30 ildən sonra, 30 il mütəşəkkil fəaliyyətdən sonra ən azından 19 il, 20 ildir Günaz TV vardı. Bizim televizyon, yəni sistemli bir fəaliyyət vardı. Demək ki bu söylemler oluşmuyubdur. Bu söylemlerden, yani hələ bizim aydınlarımızdan, millətçilərdən özlərini millətçi hesab edən və özlərinə milli hərəkətdə belə məqam sahibləri görənlər görürsünüz ki, Fars kimin düşünür, İran kimin düşünür və İran söyləmini, Fars söyləmini sadəcə bu dəfə məcburdur Türkiyə eləsin. Çünki bu hərəkət Türk hərəkatıdır. Güney Azərbaycan milli savaşıdır. Burada bir bazası olsun, gəlir onu çevirir Türkiye. Deyir ki, qadın yaşam azaddır. Yani bu programın, bu kimi programın, bizim ümumiyyətdə yani fəaliyyətimiz budur ki, Güney Azərbaycan müstəqil zehniyyəti, düşüncəsi, Güney Azərbaycan mərkəzli, yani Azərbaycan mərkəzli düşüncə və terminoloji, termlər, təriflər, söyləmlər gəlsin ortalığa. Daha İran gözündən uzaqlaşın, Güney Azərbaycandan bax. Yəni Güney Azərbaycandan baxmağa acaba bizim məsələn indi bir çox iddiası hərəkət, milli hərəkət iddiası edənlər acaba bunu bacarıblar mı? Baxa bilirlər mi? Yəni bu çox mühüm bir sualdır. Ha, buna bir cavab tapmaq lazımdır. Acaba həqiqətən Güney Azərbaycandan baxa bilirlər? Məncə baxa bilmirlər. Baxa bilsəydilər, qadın yaşam azadlıq deməzlər ki, Azərbaycan şüarını var. Elə həmən ki bu Zən Jiyan Azade'nin hardan alındığını, hardan başladığını... Bəli, danışdık. Biz ilk günlərdə bunu danışdıq. Bu proqramda da danışdıq. Yəni bu proqramda təhlil elədik ki, bu PKK-nin şüarıdır. O qatil Öcalan'ın şüarıdır. Öcalan'ın kitabında orada yazılıb, oradan alınmış bir şüardır ve bunu İran'da Kürt yayılmacılığını bir prosesinin bir parçasıdır bu. Yani Azerbaycan'ın zaten olmaz. Onu buyurun. Yani onu bu programda o söz şuar gələndə biz danışdıq ya, biz de olsa beraber ikimiz danışdıq mesela. Ben dəqiq yadımda danışdıq. Bəli. Yani ki bu fəlsəfəni mən istəyirəm qardaş buna. Bu Güney Azərbaycandan baxış mövzusuna baxası həqiqətən o zihniyyəti oluşturmağa və Güney Azərbaycanı oradan doğrudan baxa bilməyə yetişmək özü bir məqamdır mənə görə və sizin də bu istiqamətdə apardığınız 100-cü proqramı təbrik edirəm.
və aşağı yuxarı çoxuna da baxmışam, hamısına %100-ünə də deməsəm, amma çoxuna baxmışam və istər təşkilatlarla müsahibənizdə, amma hər daim Güney Azərbaycan mehvərli olubdur. Burada bir ayrı bir şey, ay kürəsindən filandan zatdan ya danışılmırdı. Güney Azərbaycanla, Muzambikdən, Meksikdən filandan da danışılmırdı. Güney Azərbaycanla danışılır. Və Güney Azərbaycanın demək, Təbrizdən baxmaq. Yəni, bunu pratik eləmək və burada göstərdiyiniz çabaların Azərbaycan Milli Hərəkatının gələcəyində, yəni böyük bir dənə rolu vardı. O baxış açısının oluşmasında, o fəlsəfənin oluşmasında böyük bir addımdır. Baxın, biz bunu 20 il bundan qabaq götürdük. Güney Azərbaycan İstiqlal Partisi. Hələ o zaman Azərbaycanı İran deydilər. Yəni Azərbaycandan belə qorxduğu bir zamanda Güney Azərbaycan İstiqlal Partisi deyə bu termi qoyduq yerinə. Yəni ki, Güney Azərbaycan bizim hər söhbətimizdə, hər baxışımızda, hər təhlilimizdə Güney Azərbaycan pəncərəsindən, Güney Azərbaycandan görülməlidir. Ona görə təbrik edirəm. Burada iştirak edən hər kəsə minnətdarlığımı, qatılan, yayan, yayımında, demək, təbliğatında iştirak edən hər kəsə minnətdarlığımı bildirirəm və sizin bu davamlı apardığınız proqram üçün də xüsusi təşəkkür edirəm ki, çünki çox böyük əhəmiyyətə malikdir. Yəni, elə bu mövzunun Güney Azərbaycan hər demək proqramda, hər söyləmdə Güney Azərbaycan baxışı, Güney Azərbaycandan baxış və Güney Azərbaycan terminlərinin gündəmə gətirməsi Azərbaycan Milli Hərəkatının o ideolojik demək, binövrəsini, payasını, təməlini dərinləşdirməkdə və Azərbaycan mehvərliləşdirməkdədir. Güney mehvərliləşdirməkdədir. Güney mərkəzliləşdirilməkdədir. Bu yüzden çox dəyərlidir. Çox təşəkkür edirəm və başqa deyəcək, yəni bundan gözəl bir proqram və gözəl bir hədəf daha nə ola bilərdi? Çox sağ olun, varım. Mən də sevinirəm ki, bizim proqramımıza qatıldınız. Güney Azərbaycan İstiqlal Partiyasının təşkilatının sözcüsü olaraq və rəhbəri olaraq. Mən həqiqətən doğru vurguladınız ki, bizim o baxış açımız, o zaviyə ki, baxırıq dünyaya, bizim Güney Azərbaycan milli mənfəətlərindəndir. Genəldə Azərbaycan mənfəətlərindəndir. Genəldə Türk millətinin mənfəətlərindəndir. Ancaq biz mecburuq ki, bu zaviyəni çəkək, bu xətti çəkək, bu açıyı bəlli eləyək ki, hansı açıdan baxır, bu açı hardan başlayır? Bu açı sizin buyurduğunuz kimi Təbrizdən başlayır. Bizim başkəntimiz Təbrizdir, siyasi başkəntimiz Təbrizdir. Təbriz olmuş milli hərəkətimizdə. Ona görə oradan baxırıq. Nə Ankaradan baxırıq məsələyə, nə Moskvadan, nə Tehrandan. Yəni, və bunun çox simbolik və mənası var. Yəni, çünki Güney Azərbaycan, yoxsa o anlama gəlməz ki, bizim mənfəətlərimiz Türkiyədə vardı, Bakıda da vardı, Azərbaycanda, Quzey Azərbaycan, hər yerdə bizim mənfəətimiz var, Tehranda da var. Yəni, bizim mənfəətimizi tərif eləyəndə böyle təmin verə bilirik. Öncədən elə bu danışıqlarda demişik ki, o makinəyi ki, əslində məkik deyilir Türkçədə, o məkik ki, Merrix gəzəgəninə enir, o Amerikanın gücünün və milli mənfəətlərinin uzantısıdır. Yəni, Amerikanın gücü oraya qədər extend yapmışdır, genişlənmişdir. Amerikanın o gemisi ki, Çin körfəzindədir, Çinin neçə kilometr ətrafındadır və 4000 dənə füzə daşıyır, 100.000 əskər ətrafında, nə bilim, silahlar filan, o Amerikanın gücünün şeyidir. Əgər birisi bir t-shirt giyir ki, onun üstündə USA yazmış, Təbrizin xiyabanında yeriyir və ya Azərbaycanın hər yerdə, o Amerikanın gücünün o boyutunu göstərir, nə qədər yayılmış. Yəni budur. Ona görə yaxın uzaqlıq çox
o kadar önemli değil. Gücün yayılması önemlidir. Ancak ne kadar gücün merkezine çok gelirsiniz, o gücün milli menfaatler orada daha çok tarif olunabilir. Ona göre biz Təbrizdən baxış açısı deyirik. Güney Azərbaycan'a bak. Bizim menfaatimiz tabii ki o Azərbaycanlılar ki Kanada'da yaşayırlar, o Azərbaycanlılar ki Sued'de yaşayırlar. Onların da menfaatleri bizim menfaat. Biz onlara da yetişmeliyiz. Yani bizim bir diasporamız olarak, Güney Azərbaycan diasporası olarak. Bilirsiniz ki devletler bunlara da yetişirler. Ama maalesef biz ne kadar bizim o gücümüz yok, devletimiz yok. Biz indi Güney Azərbaycandan uğraşırıq. Sueddə, ne bileyim, Türkiye'de, Suriye'de her yerde bir Güney Azərbaycanlıya zülm olanda biz ona yetişə bilmirik ya. Biz onun məhkəməsinə bunu. Niye? Çünkü gücümüz yoktu. Bir devlet yetişir. Ne kadar devletin gücü çok olsa onun uzantısı da çok olur. O gücün tarifinde bunları danışmışıq. Elə bu programlarda. Düz buyurdunuz. Ben sizden teşekkür ediyorum. Salih Bey, sizin huzurunuzda İnsaf Ali Bey'den teşekkür edeyim ki geçen 20 ona diyebilirim 15-20 program. Yani eğer düz demesem düzeldin. Bize yardımcı olmuş ve öyle co-host kimin, yani ev sahibi kimin bizimle olmuş. Önceden Sayın Savalan Bey, Sayın Salih Bey bizim programlarımızda hatta YouTube'da olan dönemde. YouTube'da olan da. Düz diyorsunuz. Onda şeyde değildi. Instagram'da değil, YouTube'da. Sayın Haray Bey uzun süre yardımcı olmuş. Sayın Savalan Bey. Ve herkes çok buna değişik bütün yani herkes bir saysam çoktur. Bütün hatta bilim adamları, hatta Azerbaycan'dan, Güney Azerbaycan'dan gelmiş fizik bilim adamları, şarkıcısı, okuyanı, ne bileyim, mesela çok büyük ozanımız Sayın Araz Elses, təşkilatların rəhbərləri, düşünce sahipleri, hamısından teşekkür ederim ki bu geçen 100 programda, 100'den de çok programda katılmışlar. Umarım ki bizim de daha da çok gücümüz olar ki düşüncəni Güney Azərbaycandan baxış ve Güney Azərbaycan milli mənfəətlərindən baxış, bu temel baxış düşüncəni gücümüz çok olsun ki çok yayabilir. Teşekkür. Sayın İnsaf Ali Bey'e bir söz verək sizinle 2 dakika danışsın, sizi daha çok tutmayaq. Buyurun. Mikrofonunuzu açın İnsaf Ali Bey. Mikrofonu açıldı. Salam aleyküm əziz və hörmətli dostlar, Salih bəy, Oğuz bəy və tamam eşidənlər, görən əziz, hörmətli dostlar. İndi ya gələcəkdə görəcəksiniz, salamımızı qəbul eləyin, sağlığınız olsun, inşallah sağlıqlarınızı görək. Mən də çox sevinirəm, Oğuz bəy, bir 10-15 bəli proqram oldu, sizin huzurunuzda, xidmətinizdə oldum. Danışdıq bərabər bəzi mövzularda. Mən fikirləşirdim ki, geçen 3 həftədə bir kodita eləmişəm sizin əleyhinizə. Programı mən aparıram, sizdən soruları soruşuram. Belə bir vəziyyətə gəlmişəm. Bəli. Hər halda çox gözəl gedir, gözəl bəhslər var. Mən dünya, Oğuz bəy, bir neçə il bundan bax, bu düşünmürdüm ki, Azərbaycandan baxış adı ilə düşünmürdüm. Amma belə düşünürdüm ki, Jurnal TV-də bunun üstündə çalışırdım. Greenwich dünyanın saat mərkəzidir. Yəni siz saatlarınızı, vaxtınızı, zindecanlığınızı Greenwich ilə tənzim eləyəcəksiniz. Mən həmişə düşünürdüm ki, niyə Londonda, o İngilistanda, o kiçik yerdə oradan gərək bir dünya tamam saatın onun üzü ilə tənzim eləyir. Niyə? Ondan sonra Avropa deyə bir qarə yoxdur. Çünki axı qırılmayıb ki, Avropa Asiyanın quyruğudur. Asiyadır, amma niyə ora Avropa qarə deyirlər? Ondan sonra bir çox şeylərdə baxırdım ki, öz-özümə deyirdim ki, bunlar nədir? Niyə belədir? Mən bunu irtibat verdim gücə. Dedim, onların gücləri var. Bizə deyirlər, belə qəbul edilir. Biz də belə qəbul edirik. Yəni, güc onlarındır, biz də qəbul edirik. Gücsüz adamın bir çarəsi yoxdur. Necə ki, məsələn, dövlət deyir ki, bu kitabı oxuyub. Məsələn, indi Azərbaycanda, Güney Azərbaycanda biz farsı oxuyuruq. Niyə? Çünki bir dənə dövlət var orada, güclüdür. Biz də gücsüz, şikəst yemiş bir millətik. Nə mənə deyir, onu da qəbul edirik, inkar eləyənmirik. Necə ki, İngilistanla saat üstündə dav eləyənmirik, elə ondan da bundan da dav eləyənmirik. İndi Amerikaya keçibdir, gözəl misal vurdunuz. Mən də 64-də bir dənə Ruznamə-i Səlamda məqalə çap elədim. Mən anəm ki, Rüstəm Buvəd pəhləvan. Üzr istəyirəm, mən anəm ki, Rambo pəhləvan, Buvəd pəhləvan.
Rambonu misal vurdum ki, niyə Amerika fərhəngi bu köynəklərin üstündə, paltarların üstündə hər yerdə gəlir. Orada misal vurdum ki, bir dənə əcib bir dalğadır, kültürel dalğa, düşüncə dalğası və bağlılıq dalğası. Siz ora bir bağlılıq bilməsəz, məsələn, mən imkansızdır bir dənə paltar giyəm ki, imkansızdır, yəni deyəcəm giyməmişəm. Bir dənə paltar giyəm ki, onun üstündə markalı paltar giymərəm. Çünki o markı siz onun mərub olmusunuz, onu qəbul eləmişsiniz, onun kölgəsində yaşamağı qəbul edirsiniz. Buna görə mən belə düşünürdüm, amma bu gün nə deyirlər, sizin proqramla tanış oldum bir neçə il bundan qabaq, bəlkə 2 il yarım bundan qabaq tanış oldum. Çünki 2 ildən çoxdur. Fəqət elə biz başlayandan bu yüzə bir neçə proqram silinibdi. Siliblər. O müxaliflər biraz becerəyimiz azdı. Biraz yani becerəyimizin azlığından gücümüzün azlığındandır. Yox, biraz da düşmənlər güclüdülər. Düşmənlər güclüdülər. Yəni gəlir, report edir və sizə icazə vermirlər ki, bu proqramı kamil aparasınız. Bəli, buyurun. Mən uşaqlıqdan, düşüncə uşaqlığımdan və ya yaş uşaqlığımdan da öğrendim ki, bir dənə gül əkmək istəyirsən, onu əkəcəksən. Ben öğrendim ki, bir gülü ekmek istersen, eğer ona inanırsan, eğer o gül senin canındır, gözündür, onu ekeceksen, onun üstüne getirip potununa, militar potun var ya, nizami potun, onu ezecekler. Potun geçecek, onu bir de kaldıracaksan, bir de bakacaksan, gözün yaşıyla, ışığına, torpağına, bir de vereceksen. 100.000 defa da, çünkü hayat budur. Hayat budur ki, düşüncenin üzerinde o gülü bir de açacaksın, bir de kaldıracaksın, onun yaprağına bakacaksın, budağı kırılmış. Budur. Çünkü başka bir yol yoktu. Yani bunu sen ya da gerek diyorsun ki yok da, pas edersen, diyorsun yok da ben bu işin sahibi değilim. Çünkü sen işini de alır, başka iş görmez. Yani ben ona inandım. Ben inandım ki o düşüncemin nütfəsi bağlanandan Azərbaycan üzerine, Güney Azərbaycan üzerine 1900 mesela diyelim 80'lerin ilk illerinde. Bir tane bir varlık var, bir entity var, bir fenomen var. Onun adı Azerbaycan'dır. Bu ikiye bölünmüş. Bunun Güney Azerbaycan. Ve bu Güney Azerbaycan yeni bir kelime değil. O bölünenden yazılıbdı 1918'lerde. Bunu çok adam deyir ki kəşf eləyib ya yenidir. Yok. Güney Azerbaycan o zaman yazılarında var. Çünkü bölünenden sonra da bu bir tane bədii bir şeydir. Kuzeydir, güneydir. Ve bu dəfələrcə heç zaman əsarət altını geçməyib, qəbul eləməyib. Hər zaman təqəllada, təlaşda şeydə olmuş, çelişkide olmuş. Yani bir türlü farsiyyəti, İraniyyəti qəbul edə bilməmiş bu varlıq, bu coğrafi varlıq ve bunun içinde yaşayan əksəriyyəti Türk. Ve ben görmüşəm ki, bu iş olasılığı vardır mənim beynimdə. Mənim beynimdə bu gül olabilir ki, ola böyük bir ağac ve butaq. Ben görmüşəm ki, milli hökumət olmuş. O peşəvəri ki, istəyirdi ki, Tehranda gedə, İranda millət vəkili ola, yəni İran sisteminin içində. Çoxları ki, İran sistemində olublar. Bir zaman İrana inanırdılar. Görmüşəm, yox, bu olur. Gəlib hatta sən devlet başı da ola bilərsən, ordun da ola bilər, sistemin de ola, vəzirlərin de ola bilər. Olur, bu olur. Ve bizim bu hakkımız, bu iş olacağı var. Olacaktır ve bu bizim tabii hakkımızdır. Neyse referanduma koyulacak bir şey, ne bundan sonra ne ondan məsləhəti. Asla öyle şey değil. Bölgenin gerçəkləri icab edir ki, Güney Azərbaycan Cumhuriyeti yarana ve elbette ki Böyük Azərbaycanın orada yeri boştur. Zaten hakikaten siyasi ve jeopolitik yeri, xalayı orada vardır. Ben buna inanmışam ve bütün ömrümde de bundan gedəcəyim. Dəfələrcə de hatta dediğiniz kimi raportta olunsa, kəsilsə de mesele fakat bu program değil. Bütün hayat bu bir öyküdür. Bu bir ülküdür. Bu bir hikaye, hayat hikayesidir ki biz bunu Güney Azərbaycanın saadetine, yani istiqlalına koymuşuz. Səfər bəy, indi mikrofonunuzu açın. Mikrofonunuzu açın. Eğer bizim Salih Bey'e bir sözünüz, sualınız varsa buyurun. Haray Bey'den de
təşəkkür elədik. Haray bəy də Karay Bey de təşəkkür teşekkür etdilər. ettiler. Haray bəy, Karay Bey de teşekkür ederim. Bir Bir sıra bu program yapardınız. Sağ ol. Sağ ol. Aynı Səfər bəy, Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Salih bəylə sabahdan biz proqram başlayacağıq. Yol. Oğuz bəy, belə düşünürəm ki, görürəm ki, Güney Azərbaycanda boşluq çoxdur, xüsusən siyasi boşluq çox dərindir. Yəni, məsələn, biz partilərimizi tanımırıq, bilmirik nə düşünürlər, nə baxırlar, siyasətləri nədir, ideolojiləri nədir. Bunun üçün dostlarla məşvərət elədik, elə Salih bəy İldırım cənabları ilə də məşvərət elədim. Mən axirdə bu projəni özümə tərif elədim ki, gələk və partilərimizi bir proje olaraq qoyaq və tanıtdıraq. Hər sahədə bunların düşüncələrini alaq. Adını qoyduq düşüncə bağı. Nəzərimə gəldi ki, həm düşüncə, həm də bağ çox mütənəvvi olduğu üçün, cürbəcür olduğu üçün, müxtəlif gülləri olduğu üçün hamısını bir bağda yığışdıraq. Otaq əvəzinə zindan eləməyək, bağ eləyək və orada danışılsın. Sabahdan bu proqramı başlayacağıq. Birinci qonağımız elə Salih bəy İldırım cənabları olacaqdır. 6 gün ərzində də hər parti eləyə biləcəkdir ki, indi ya bir gün, ya 2 gün, ya 6 günün hamısından istifadə eləsin, tamam düşüncələrin orada hər sahədə bilindirsin. Mən təşəkkür edirəm indidən dostlara da, elə buradan qulaq asanlara da deyim ki, sabahdan həm buradan, yəni Instagramdan mənim öz aydımdan, həm də ki, Düşüncə otağı Clubhouse-dan bu qəziyyəyə qoşulmaq olacaqdır, gedəcəkdir. Çox təşəkkür edirəm hər ikizdən, sağ olun. Çox sağ olun, təşəkkür. Daim İlfəbəli Bey özünü kəsildiler. Yox, siz varsınız. Yox, kəsilməyib. Haray Bey kəsildiler. Salih Bey çok teşekkür programımıza katıldınız. Səfər bəy mikrofonunuzu kapatın. Çalışıram, bunu kapayam, kapanmır. Bağlaya bilmir. Yox, bağlamam, yəni çox çətin olubdur. Yox, Yokta bir dənə düymədir. Yox, bağlamır, vururam dəlvada, amma nə bağlananda bağlanır, nə açılanda açılır, cahildir. Tamam. Salih bəy, sizin buyurun, sizdən eşidək. Əgər ki, proqramda olasınız, buyurun, bilirsiniz ki, sevinərəm. Çox sağ olun. Sizdən yorum Çox var. sağ olun. Mən təşəkkür edirəm. Əvvəla İnsəfəli bəy, mən bilmirdim. Clubhouse-da deyil, hər halda Instagramdan olacaq ya nədən olacaq? Okey, tamam. Çox təşəkkür edirəm sizdən. Mən Oğuz bəy, bu proqram üçün, yəni Güney Azərbaycandan baxış proqramının əhəmiyyəti, elə adı və o Güney Azərbaycan terminolojini, Azərbaycan söyləmlərinin üretilmesi ve işlenilmesinde olan rolunu indi 2 il fəaliyyət eləsə də, amma gələcək illərdə bunların təəssüratını görəcək. Necə ki, 20 il bundan qabaq deyilən, işlənilən terminlərin indi genel formada işləndiyini görürsə, ona görə də bu proqramın çox əhəmiyyəti vardı. Yəni Güney Azərbaycanın öz ədəbiyyatının, indi dedi, Mələkədə demişdik ki, Farsça deyim ki, Amerika da bilsin. Hər kəs bizim Güney Azərbaycanın öz siyasi ədəbiyyatının, milli ədəbiyyatının öz söyləminin oluşmasında çox böyük əhəmiyyəti vardı. Uğurla devam edin və icazə verin, mən burada qarşımızda gəlir, ən əhəmiyyətli günlərimizdən olan bir xordat gəlir. Gələn proqramınıza qədər yəqin ki, bir xordat keçəcəkdir. Ona görə icazə verin və ya sizin üçün düz bir xordada tətürs eləcək sizin üçün böyük ehtimalda. Bir xordat münasibətinə bütün Azərbaycanlıları bir salamlayım, şəhidlərimizin önündə baş əyir və saygılarımızı və onlara olan andımızı demək təzəliyib və bu yolun davamında hər kəsi birliyə, bərabərliyə və mümkün dərəcədə eylemlərin indi hər hansı bir formada mümkündürsə, bizim bir şuarımız var, bilirsiniz. Hər yer eylem yeri, hər zaman eylem zamanı. Yəni bunun üçün gözləmək lazım deyil ki, birisi illa çağırsın bir yerdən bir dəvət gəlsin. Hər yerdə biz bunu eləyə bilərik. Bu taktikə dayanaraq şəhid
şəhidlərimizin başlatdığı bu mübarizəni canlı saxlamağa, diri saxlamağa və istiqlala doğru yürüyüb və istiqlalı əldə eləmək üçün hər kəsi iş birliyinə, dayanışmaya, mübarizəyə çağırırıq. Yurt dışında da konferanslar ola bilər, genel toplantılar ola bilər, hətta hər bir formada digital, yəni demək, toplantılarda oluşturulabilirsə bu məsələ üçün bundan etməliyik, devam etdirməliyik və şəhidlərimizə rəhmət deyərək, onların ailələrinə demək, minnətdarlıq və başsağlığı deyərək, onların yolunun devamçısı olduğumuzu bir daha da vurgulamamızın gereği vardır, vacibliği vardır. Mən təşəkkür edirəm ki, bu programa dəvət elədiniz. 100-cü program. Bunlar bariz nümunələrdirlər. Yəni, bunlar şaxıs nümunələrdir. Bu gündə olduğum üçün İnsaf Əli bəy, sizin də bura qatıldığınız üçün təşəkkür edirəm. Sabah sizinlə inşallah ki, başqa proqramımızı başlayıb və orada da söhbətlərimizi aparacaq. Sizi baş-başa buraxır. Bilirəm ki, başqa qonaqlarınız var. Ona görə buranı çox işgal eləmək istəmirəm. Başqa qonaqlarımız da gəlsinlər, danışsınlar. Bu proqramda əməyi olan hər kəsi. İndi siz ad apardınız, Savalan bəy, YouTube'dan başlamış, Haray bəy, başqa dostlarımız bunları yükləməsində, təbliğində, aparıcılığında, iştirak edən hər bir kəsində, yəni dəvətə icabət edib gəlib burada işləşilib, hamısına mən səmimi qəlbdən təşəkkür edirəm. Başda da sizdən, Sayın Oğuz bəy, həm bu fikri ürətib, həm devamlı olaraq bunu o ərdəm qoyub devam etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Mən indi buradan yenəcəm, qulaq asacağım sizə, amma proqramda olmayacaq. Çox sağ olun. Təşəkkür ederim. Buranı necə biz tərk edə bilirik? Live tərk mən sizə şey edə bilərəm. Deyirəm, eləyə bilərəm, amma elədim. Haray bəy, sizə selamlar, saygılar, uğurlar olsun. Necəsiniz? Hoş gördük Sayın Oğuz Bey, Sayın İnsaf Əli Bey. Sayın Salih Bey çıxdı, salamlayamadım. Herhalde indi aşağıda dinləyir. Deyirəm, proqramın əsli sahibi sizsiniz. Yox, nə demək? Sayın Oğuz Bey, çox sağ olun. Öyle şey yok. Sizin bütçeniz var. Bu program sizindir. Biz böyle qonaq kimi oturmalıyıq, 2 dənə çay içib getməliyik. Siz programın sahibi sizsiniz. Biz gördük ki, bəzi çətinliklər var. Dedik ki, bu məşələ devam olsun. İnşallah ki, siz yani programı devam edersiniz sonra. Əlbəttə, çox sağ olun. Mən ilk başda bilirsiniz, 100 bölüm deyil, mənə görə çox illər öncədən elə bu davamız başlanıb. İndi bu programın adı ilə herhalde bu adından sizin iştirakınız en başta. Save olmayıbdı, silinib eləyib ona görə. Amma belası 100'dür. Bu sabt olunan, save olunan. Biz, mənə görə bilirsiniz, Sayın Oğuz Bey, bu elə sürəcək gedəcəkdir. Bütün o baskılara rağmen. Yani biz bilirsiniz, keçənlər sizdən mən Türkiye'de olduğum süreçte bu programları oradan apardığımıza göre çok baskılar oldu. Yani indi Sayın Salih Bey bir kısa işaret elədilər və Sayın İnsaf Əli Bey. Gerçekten bu Güney Azərbaycandan baxış programı İranın əmniyyəti qüvvələrini çox rahatsız edir. Burada bir aydınlatma gedir. Burada bir sözün durusu gedir. Bunu millətimiz alır və əmniyyəti güclər, o istihbarat ki var İranda bundan çox rahatsız olur. Şəxsi mənim özümə çox baskılar oldu Türkiye'de olduğum zaman və əlbəttə ki bu proqramın o nə qədər gücü olduğunu, kitlərin içinin necə yayıldığını və təsir qoyduğunu göstərir. Ona görə mən də öz növbəmdə təbrik edirəm. 100-cü bölümünə gəlmişik. Herhalde bundan sonra da mən düşünürəm ki daha da elə ardı olacaqdır. Təbiətən siz bir neçə müddətdir, bəlkə belə yaxındır bu proqramı yenidən canlandırdınız. Bu lazımdır. Ümid edirəm ki başqa əzizlərimiz də fikir sahibləri, düşüncə sahibləri də qatılsınlar bu proqrama. Niyə ki bilirsiniz bizim
yəni bilgiləndirmək millətimizi, milli hərəkətimizi bilgiləndirmək konusunda bizim media sıxıntımız var. Onu da elə biz ancaq elə bir cür balaca da olsa sosial media şəbəkələrindən hər halda ulaşmağa çalışırıq, yetişdirməyə, sözümüzü çatdırmağa çalışırıq. Mən əlbəttə çox tutmayacağım sizi, bilirəm qonağınız da var, Zahin Səfərli bəy və çox qonağınız da var, danışacaqsınız. Amma hər halda qonaq deyirlər. əlbəttə keçənlər dəvət eləmişdiniz, müsait ola bilmirdim, gəlib qatıla bilmirdim, çıxa bilmirdim. Mən oraya basıram o düyməyə, yəni o elə deyil yəni. Siz hər zaman şeysəniz. Sizin lütfünüz var. Amma hər halda elə bir istədim, elə bu bir bəhanə də olsa 100-cü bölümdə həm sizdən və həm başqa dostlarımızdan, qatılımcılardan və bu proqramı reklam eləyib paylaşanlardan. Bu bilirsiniz, bu çox önəmlidir bunun paylaşılması. Bəzi parçaları Haray bəy kəsib və yoldaşlarımız var ki, bəzi parçaları kəsirlər İnsaf Əli bəy. Onu ayrı məsələn bir bölümdən məsələn bir 10 saniyə, bəzən 1 dəqiqə, 2 dəqiqə kəsirlər, paylaşırlar. Onlardan da təşəkkür edirəm. Bu yoldaşımız var Qaradağ səsi. İndi otağın zaten monitorudur. Odur. Çox zəhmət çəkər. Əlbəttə, bəli. O bunlar çox önəmlidir. Oğuz bəy. Balaca video olur. Həm bilirsiniz də İran kimi bir saxta bir coğrafiyada, sözdə İranda internet sıxıntısı var, maddi sıxıntılar var. Ona görə gərəkçi ki, elə bir videolar qısa olar. Bir də yəni buna bir gerçəkdən bunu deyim, bir amatör işi deyil, matador, yəni bir herfəyə bir işdir. Bunu seçirsən, hansı sözü hardan seçirsən, dəngəsini bulasan, onu paylaşırsan, bu çox önəmlidir. Ona görə o dostlarımıza da təşəkkür edirəm, bu böyük bir işdir. Hər halda çox sağ olun, dəyərli Oğuz bəy, Zahin İnsafəli bəy. Mən sizi çox tutmayım. Buyurun, proqramımıza davam eləyin. Bir sonraki görüşlərdə ümid edirəm ki, qatılın və birlikdə olun. Çox sağ olun. Təşəkkür. Çox sağ olun zəhmətləriniz üçün. Səfərli bəy, buyurun. Mən, tamam, açıldı. Ərz edeyim ki, elə bir bu günləri mən biraz əcib kimi səni. Biraz da. Okey. İndi yaxşıdır. Tamam. Yenə də salam ərz edirəm, tamam dostlara. Başqa qonağımız olacaq, əgər mən səhv eləmirsəm. Mən gözləyirəm da o, yəni. Tamam, olsalar. Ona görə mən də çağırım. Oğuz bəy, bu iki Güney Azərbaycandan baxış nə deməkdir? Əslində, qoy bunu mən bir düşünüm də, uca səsindən düşünüm. Buyurun. Yəni ki, biz Güney Azərbaycan mənfəətindən, çıxarından zərərləri azaltmağa, hətta o baxışdandır. Yəni, zərərin qabağını almağa ya azaltmağa çalışmaq baxışıdır. Yəni, buradan biz oturanda fərq eləməz ki, bu Təbriz deyəndə, Təbriz biz sembolik seçirik. Yoxsa məsələn fikir edin ki, Kəlibərdə, Zəncanda, Qəzvində, Urmiyədə, Xoyda hər yerdə oturmuşuq, oradan dünyaya baxacağıq, dünyanı biz mərkəzi olacağıq. Yəni, özümüzü dünyanın mərkəzi görməsək, dedim, Ləndəni dünyanın mərkəzi eləyiblər, Washington dünyanın mərkəzi olubdur, gələcək 20 ilində də Çin mərkəzi olacaqdır. Biz dünyanı, özümüzü dünyanın mərkəzi görməliyik, dünya bizim dövrəmizə fırlanmalıdır. Əgər bu cür görə bilməsək, biraz bəlkə bu şişirtmə görünür, yox, beləsi görməsək, imkansız da eləyə bilək, özümüzü azad eləyək, müstəqil eləyək və qabağa gedək və böyük bir gücə çevirilək yenidən. Mənim nəzərimə gəlir ki, əvvəl gərək buradan baxaq, özümüzü dünyada nə cür mərkəz eləyə bilərik? Hətta dünyada, yəni bölgədə ki, təbiətən, amma dünyada nə cür bir mərkəz eləyə bilərik ki, bizim üstümüzdə hesab keçsinlər. Bir də biz dünyanı ayrı adamların gözü ilə baxmamalıyıq. Məsələn, biz xavərmiyanə deyəndə, biz axı orduyuq, ora biz xavərmiyanə deyil ki, biz oranın, haranın xavəridir ora? Biz ora bizim mərkəzimizdir, biz ora yat belə olduğumuz mərkəzdir, ora Batılıların gözündən ora Orta Doğu ya xavərmiyanədir. Batılılar oturub məsələn Ləndəndə, İngilis, nə bilim Berlində, orada, burada oturublar ya Washingtonda oturublar. Buradan baxır, deyir ki, bax, ora mənə görə ora Asiyanın
gün çıxanıdır, bura gün batanıdır, bura şimalıdır, bura güneydir. Burada onun içində bir Orta Doğudur. Baxın, ya, bu cürsü baxır. Biz nə cür baxmalıyıq? Biz də öz perspektivimizdən, öz mənafeyimizdən dünyanı ad qoymalıyıq üstünə. Və dünyanı biz təqsim eləməliyik, biz bölməliyik, biz yaratmalıyıq. Bu buna bənzər ki, bəzi dostlar hey bunu bəzən deyirlər, mən cavab adam verə bilmir. Deyir ki, biz çərxi təzaşdan ixtira eləməliyik. Çərx o zaman ki, sənin nəfüva fırlanmırsa, sənin mənfəətivə fırlanmırsa, sənin zərərvə fırlanırsa, o çərxi gərək təzaşdan düzəldəsən. Çünki o günəcən ki, o çərxi təzaşdan düzəltməmisən, sənə işləməyəcəkdir. Məsələn, ideolojilərin heç birisi bizə işləmir, Oğuz bəy. Heç birisi. Buradan din olaraq, hətta din olaraq, mən məsələn özümü İslamcı bilirəm, dinçi bilirəm, məsələn, belə bir şey desək hətta, yenə baxsaq siz görürsünüz, din də bizə işləməyibdir. Ərəblərə işləyibdir. Ərəb gözü ilə baxmış. Hətta özümüzə ərəb gözü ilə baxmış. Mənim adıma baxsaq, İnsaf Əli, Hidayət, hər ikisi, hər üçü də ərəb adıdır. Məsələn, mənim üstümdə Azərbaycançılıq yoxdur. Yəni, siz mənim üstümə baxsaq, Azərbaycançılığı görmürsünüz. O halda ki, ad bunu daşımalıydı. Biz tamam çərxləri yenidən ixtira eləməliyik, yenidən məna eləməliyik, yenidən düşünməliyik, yenidən onu işə gətirməliyik. Buyurun. Yok, yani buyurun sözünüzü. Yani bir terime bizim sesimiz, sizin mikrofonunuzdan yankılanır. Siz nerede katılırsınız bilmiyorum. Geçen dəfə böyle değildi. O cür olmurdu, amma bu günləri o cür deyil. Bəlkə səsin çoxluğundandır. Azalttım. İndi mənim səsim var mı sizdə? Amma səsiniz yani bəlkə səsin o şeyin azaldım biraz. Ondan dolayı. Tamam, onu azaldım. Hə, o uzadı, yap axirə can. Hə, mən fikir etdim onu. İndi necədir? Hə, indi yaxşıdır. Tamam. Bugün 100. programımız. Güney Azərbaycan'dan sözüne biraz işip tuttu. Güney Azərbaycan ve oradan bakız abiyet bu açıdan. Herkese teşekkür ederim. Bazı çağırmalar çalıştım danışanda. Səfər bəy, Güney Azərbaycan'da biz geçen həftəyə baxsa, neden danışabiliriz? Gündem olarak veya bizi ilgilendiren, yani öyle boş geçmiyor o bölgəni. Oğuz bəy, geçən həftənin proqramlarına baxsaq, ciddi məsələ şeydir, çoxdur. Amma mənə önəmli gələn iki dənə məsələdir kitabla ilgili. Biri budur ki, Xameneyi gedibdi İranda, o bir Tehranda kitab sərgisi var. Gedib o kitab sərgisinə. Orada gedib bir dənə hanki naşirin kitab çap eləyib yayanı evinin otağına gedibdi. Orada bir kitabı götürüb onun üstündə danışır. Və orada bir Türk düşmənçiliğin İran siyasətində göstərir. Deyir ki, bu kitab çox gözəl Osmanlı ilə Türklərin Yunana hakim olduğu dövrü göstərir ki, nə gözəl onlar Türklərin əleyhinə savaşıblar filan bəhman. Məncə bu çox mühümdür. Bu İranın geçən 100 ilinin Oğuz bəy siyasi düşüncəsinin pəncərəsidir. Xameneyi orada geçən 100 ili Türk ziddi siyasətlərin nümayişgahıdır özü. Özü sərgisidir. Bir bu mühümdür ki, buradan məsələn analiz eləyək, əgər imkan olsa, geçən 100 ildə siyasətdə olanlar nə cür ziddi Türk hərəkət ediblər. Türkü aradan aparmaq üçün nə qədər İranda çalışıblar. Bir də elə bu sərginin özüdür. Bu gün gələn xəbərlərə görə Türk kitablarının bir çoxun yığıblar. Hətta ad veriblər ki, zahirən İran şəhərləri Təbrizdə vardılar və bu günləri idarə irşadda, kitaba mücəvviz verən yerdə çox gücləniblər, muavin olublar filan bəhman. Onlar onu
nümayişgahda dolanırlar, kitabların adını götürürlər, qurfələrin adını götürürlər, verirlər məmurlara və deyirlər bunları tutun və bu kitabları yığın. O kitabları yığırlar. Cəlibdir ki, bu kitabların hamısı da mücəvvəz həman irşadın, Vizarət-i İrşadın sansurundan keçən kitablardır. Yəni sansur olublar, əvəz olmalı yerlərə əvəz olubdu, icazə veriblər ki, aparın bunları çap eləyin, bunları aparıblar çap eləyiblər. İndi bunları 2 dənə İran şəhəri eləyə bilir ki, o nümayişgahda dəstur verə bunları yığalar. Bu da çox ciddi bir məsələdir. Kitabların adları da var. İstərsiniz bunlara bir baş qoyarıq. Kitabların adları özü çox Yani misal olarak kitapların adlarından 4-5'ini hatmen değil. Gözəldir, yox, niyə 4-5-ini deyək elə kitabların adlarını ki, burada yazıblar onları deyək. Bayatlılar Oğuz bəy, o şah zamanından belə bayatlılar çap olar bu məmləkətdə. Gəliblər bayatlılar adlarda kitab, nə mənə kitab bayatılı adında var, hamısını yığıblar. Azərbaycan nağılları adda kitabları yığıblar. Yəni Azərbaycanın nağılları ilə belə problemləri var. Bir dənə fars dilində Səməd-i Behrənci, Qıssəhag-i Səməd-i Behrənci deyə bir kitab var. Bunu da yığıblar ki, fars dilindədir. Divan-ı Nəsimi, Nəsiminin divanını götürüblər. Zehtabi, rəhmətli Profesor Zehtabinin tamam kitablarının ki, hamısı mücəvviz, Xatəmi dövründən mücəvvizləri var indiyəcən çap olubdur. Yəni hududən 28 il, 30 ilə yaxındır. Bu kitabların hamısı dəfələr çap olub. Məsələn 10 dəfə çap olub, 12 dəfə çap olubdur. Bunları yığıblar. Bağlama Pəncərəsi adlı kitabı. Bağlama Pəncərəsi adından bəlli olan musiqi kitabıdır ya da romandır. Yəni bu ikisindən biri olacaqdır. Özünü oxumadığım üçün qəzavət eləyə bilmirəm. Bağlama Pəncərəsi adlı kitabı, yəni bir dənə pəncərədir. Bunun məfhumuna baxın Oğuz bəy. Bağlama, həm bu iki pəncərəni bağlama, həm də ki bir musiqi adıdır. Bağlama bu şeyə deyirlər, qoşmuya deyirlər. Bunu görsə, bunu deyib ki bağladılar, bunu bağladılar. O deyirdi bağlama, bunlar bağladılar. Azərbaycan tarixi adlı kitabı yığışdırıblar. Coğrafiyayı Azərbaycan, farscadır Azərbaycanın coğrafiyası. Hətta bu neçə ildir, deyərəm bəlkə Oğuz bəy bir 40 ildir. Bir dənə qanun təsvib olubdur, idari amuzuş pərvərişdə. Dəbiristanda Oğuz bəy. Bəli. Aha, bağlama kitabı o olacaqdır. Dəbiristanda coğrafini, ustam coğrafisi oxunmalıdır. Bu kitab Azərbaycan coğrafiyası əslində Azərbaycan üçündür, amma bunu gəliblər yığışdırıblar. Tarixi Turan. Bu da çox qorxmalıdır. Xüsusən o bir nəfər Təbrizdə var, televizyona hər gün çıxadırlar. Həftədə bir üçün çıxadırlar. Çox ziddi Azərbaycan, ziddi türk bir şeydir. O Turan qorxusu onların canına oradan düşüb, doğru bəllidir. Deyir ki, çox kitablar da Vizarət-i İrşadın əli ilə cəmabəri olubdur. Bu xəbərin mənbəyi kimdir Oğuz bəy? Mənbəyi çox mühümdür. Səid Muğanlı cənablarıdır ki, özünün şeyi var. Özünün naşirdir, kitab çap edir, yay edir və satır. Cəlibdir ki, bu adam keçən həftə xəbər verdi ki, təəssüfənə Tehranda da bir dənə kitab çap eləyən evimiz Türk kitabı çap elirdi İnqilabdan bu üzrə. O da bağlandı, getdi. Bəli, mütəəssifانə bağlandı, getdi. Mən fikir edirəm ki, bu haqda da danışsaq yaxşı olar. Bu iki dənə mövzunu mən xəbər üçün səlah görürəm. Xəbər kimi dediniz. Siz görüşünüzü həm Ayətullah Xamini təklif gətirib orada şey verir. Yəni yorum orada paylaşır Yunanla, İranla. Həm də ki, ondan sonra da kitabları, Türk kitablarını yığışdırmaq. O barədə siz görüşünüzü biz də deyək. Amma bir Nərman danışanda siz mikrofonu kapatmalısınız. Tamam. Siz indi mən danışım, yoxsa şey olsun. Tamam. Ərz edeyim ki, Oğuz bəy, mən Xameneyini İranda bir siyasi gələnək var keçən yüzildə. Neçə dana bunların siyasi gələnəkin içində bir kompleksidir, bir məcmuədir. Bu məcmuənin içində neçə dana farsca zir məcmuə deyirlər, vardır. Bunların ən başda və önəmlisi budur ki, bunlar ziddi Türk dünyasının ziddinə qurulmuş bir məmləkətdir. Kollən
məşrutə dövründə olan hərəkat, məşrutədən qabaq müncərr olur məşrutiyyə və məşrutədən sonra bu hərəkətlərin hamısı Türk dünyasında o Türk imperatorluğunu yıxmaq amaclı idi. Onu yıxmaq üçündür. Və bunu yıxandan sonra o siyasətə keçib. Bilirsiniz ki, Riza Palani deyirlər, sonra Riza Şah oldu, Riza Mirpənd, Riza Şah oldu. Bu dövləti ələ keçirəndən sonra, şahlığı ələ keçirəndən, Qacarı yıxandan sonra, özünü şah elan eləyəndən sonra oğlunun çox kiçikdir, 12-13 yaşı var. O zaman gəlir deyir ki, mənim oğlum, mən ölsəm, məsələn, oğlum qalsa nə tür şah olar, türklər bunun əlindən çıxadarlar. Bunun təcrübəsi var idi, Əhməd Şahın kiçik idi bu şah şey olanda, o vəziri cəng olanda, savaş vəzirliği olanda, bilirdi ki, güc bu vəzirlərdədir. Vəzir gəncdə və şahdadır və bir də buna yaxın olan qaim məqam. Şahın deyək ki, yerinə oturub fərman verə bilən adam, o zaman ki, şah səğir olan. Bir dana qanun əsasını dəyişdirdilər, məşrutə qanun əsasını dəyişdirdilər, 2 dana əsli dəyişdirdilər. Bir bu ki, türklər savaş vəziri ola bilməzlər, cəng vəziri, sülh vəziri ola bilməzlər. Bir də bu ki, bunlar vəliyyət kiçik olsa, ona qaim məqam ola bilməzlər. Çox mühümdür. Çünki Farslarda siyasi adam yox idi, məmləkəti idarə eləsin, Oğuz bəy. Amma bilirdilər ki, 2 dana post, əsli post əgər versələr, türklər alsa, o genə kodut eləyə bilərlər, genə də Qacarı qeytərə bilərlər, genə də türklüğü qeytərə bilərlər. Belə bir şey elədilər. Bunların tamam düşüncələri bundan sonraki ərəblərin ziddinə ola, Oğuz bəy, ərəblərin ziddinə olsaydı, biz bu günləri Ərəbistanda, Əl-Əhvazda görərdik ki, ərəblərin də paltarları bizə taydı. Bəluçların da paltarları bizə taydı. Kürdlərin də paltarları bizə taydı. Lorlarınki da bu cürdür. Bunları görmürük. Və bir də diqqət eləsəz, görmürsünüz ki, kiçik yerlərdə ki, türklər azlıqdılar, farsların içində mühasir olublar məsələn, onlarda da görmürük. Bunlara deyərlər Azəri. Siz diqqət edin, məsələn, Qəşqaylılara deyirlər Türk Qəşqayı. Radyo televizyonda da deyirlər. Türkəmənlərə ki, Türkəmən deyirlər, amma Zəncanlara deyirlər Türk. Qəzvinlərə deyirlər Türk, Ərəşlılara deyirlər Türk. Fəqət Azərbaycanlılar deyirlər Azəri. Bu buna görə ki, bunları güc əksəriyyət bu tərəfdə olanda, o tərəfi biraz farslaşdırmağa çalışanda onların üstündən bu yükü götürüblər, bu tərəfdən gəliblər. Hər halda bunlar çalışırlar o Türk düşmənçiliyi ilə gəlsinlər. Bu da müvəffəq oldu İngilistan, Amerika, Avropa, Məsihiyyət dünyası müvəffəq oldu İranda, bugün adlanan İranda, siyasi varlıqda. Mən coğrafi varlıq qəbul eləmirəm, siyasi varlıqdır. Burada eləyə bildilər ki, türkləri yıxalar, necə ki, Osmanlıda yıxa bildilər. Osmanlını da 44 məmləkətə böldülər, 44 məmləkət çıxartdılar Osmanlıdan və beləliklə Türk dünyası əslində yıxıldı. Bunu indi amma saxlamalıdırlar. Yəni bu düşmənçiliyi saxlamalıdırlar. Həm dünya mediasında bu cürdür, həm də İranda şah zamanından adlardan başladılar, paltardan başladılar, xanımların haqlarından başladılar. Sonra da təxti qapı eləmək oldu. Yəni türklər qabaqdan köçürdülər. Bir çoxu türklər köçürdülər. Çünki məsələn onlar demirdilər ki, farsları indi olan yer mənim vətənimdəyir. Deyirdi ora mənim ya yaylağımdır, ya qışlağımdır. Oranı mən verməmişəm bunlara. Biz orada gedirdik, gəlirdik, ora vətən hesab olurdu. Amma bizim zihnimizdən vətən hesabını çıxartdılar. O yerə getirdilər ki, biz məsələn, mən hətta dünən İsraqacın dostları biri danışırdı, gördüm ki, Qəzvini məsələn Türk torpağı bilmir. Əraçı Türk torpağı bilmir. Niyə? Onun yadından... Xameneinin ora gəlirəm. Ola gəlirəm. rəhbəri olaraq Yunanı Türk o qətl amki orada olmuş. Balkanlarda Yunanlıların onu övmək, onu ölməsinə nə deyir? Baxın, dedim, mənim nəzərimə gəlir ki, Xameneyin İrandakı siyasətin üstüdür, qaymağıdır. Yəni, agrandisman olan yeridir, ya tabloda görünən yeridir. Qalanlar hamısı dalda gizlindilər, çox görsənmirlər, görsənsələr də. Amma o adam, o üstədir, o əgər bir şey deyirsə,
onu demək olar ki, əsli siyasət hesablamalıdır. Hətta məsələn niyə məsələn o kitabı götürüb onu danışıb? Bunu gərək soruşaq. Niyə məsələn orada 200 dana, 500 dana kitab var, amma bu kitabı götürür deyir ki, mən bunu inqilabdan qabaq oxumuşam, bu elədir, belədir, başlayır bunu tərif eləməyə. Sonra da kitabın özünü demir. O kitabı siz də oxumusunuz, mən də oxumuşam. Nanı Şərab kitabın Sicilione nə yazıbdı, kommunistdir, özdə solcu bir adamdır. O yazıbdı. Mən danışıcı olanda bunu oxumuşam. Amma məsələ budur ki, Az yaşlarda oxumuş. bəli, bu mühüm budur ki, bunu siz gedirsiniz, ora görürsünüz ki, adam bunu niyə siyasətə çevirir? Məsələn, o kitabın özündə bunu siz bilmirsiniz. Məsələn, onu oxumuşdum, mən bilmirdim ki, orada Osmanlı ilə savaşırlar. Məsələn, amma nədən bu adam gəlir, onu orada deyir? Çünki istəyir bir mesaj verə. Bir mesaj verir öz adamlar, o ateş və ixtiyar dedikləri var ha, onlara ya aşağıdakı o barmaqları ki var, əlləri vardı, onlara mesaj verir ki, bu belədir. Biz muzeyimizi harada tutmalıyıq? Yunanlıların yanında olmalıyıq. Niyə? Çünki Yunan əlan bir ildir, bir il yarımdır ki, çox Türkiyəyə baskı basır, Avropa tərəqi ilə, Amerika əli ilə ki, bir imtiyazlar alsın Türkiyədən, Türkiyə dalı otursun. Eyni halda bilirsiniz, Xameneyi Ermənistanla İranın arasında olan işğal olmuş torpaqları ki, Ermənistan işğal edibdir, Zəngəzur torpaqların deyir ki, bu əli aparılmaz da. Yəni, mən qoymaram bura deyilsin, bilmirəm ya ona nə rəbti vardı. Onun sərhəddatından eşiyə, siyasi sərhəddatından eşiyə olan torpaqlara o əslində dixalət eləyə bilməz. Dünya ləxşəsi nə cür deyişlər, ona rəbti yoxdur. Amma bu adam istəyir deyə ki, mən Yəhudiyyət dünyasında alırsın. Siz buna baxanda görürsünüz ki, biz uzun tarix, hətta bununla belə ki, bizlə türklərin də bəzi zamanlarda biz də hakimiyyətdə olmuşuq, əlbəttə hamısında olmuşuq. Amma bizim də adamlarımızın bəzisi aynı siyasət aparıbdır. Şahlarımızın bəzisi aynı siyasət, Avropa dövlətlərinə, Məsihi dövlətlərinə, Erməni dövlətlərinə çox yaxın olublar. Ta bu ki, Türk dövlətinə, müsəlman dövlətlərə. Məsələn, İranın keçən 44 ildə baxsınız, siz bir dənə görmürsünüz ki, məsələn, İsraillə savaşsın, Amerika ilə ya ayrı bir məmləkət, tamam qırdığı müsəlmanlardır. İndi ərəblər olsun ya qeyri-ərəblər. Amma müsəlman dünyasında müşkül yaradıb, qan yaradıb, qan tökür, adamları öldürür, terror eləyir və müsəlman fəqət öldürür. Yəni, siz görmürsünüz ki, məsələn, ciddi bir qeyri-müsəlmanlar əleyhinə bir ciddi şey görsün. Məsələn, Çinlilərlə ilgi qrupdur, Uyğurları orada öldürürlər. Ermənistanla ilgi qrupdur, bizim vətənimizi işğal eləmişdi, müsəlmanların məscidlərin belə 200 neçə metr, 250 neçə metr İlham Əliyev cənabları amar verdi məscidlərdən ki, yıxılıbdır erməni əli ilə, amma İran ondan himayət edir. Ya məsələn, Rusiyadan himayət edir, bir belə Türk ya qeyri-Türk müsəlmanlar var orada, amma onlardan himayət. Bu bir o Türk düşmənliği mən görürəm, İslam düşmənliği görürəm, amma bunun nəftin pulunun sayəsində, kölgəsində bunu elə aparırlar ki, Oğuz bəy, elə görsədirlər, elə bir ki, bunlar o İslam dünyasından dif eləyirlər. Niyə? Məsələn, pul var, gedir tamam bəzi məmləkətlərdən müsəlman, qeyri-müsəlman, biri də top insanları, elit insanları gətirir orada, bir həftə saxlayır, onlara bir konferanslar qoyur. Ya məsələn, Quzey Azərbaycanda görürsünüz, adamları gətirir, aparırlar Quma, Məşədə, nə bilim, ora-bura, ziyarətə, tələbəxanıya filan, bəhman. Biri də şey verməklə onları özünə çəkir. Beləliklə görsədir ki, amma bu hər halda həm içəridə, indi İran adından çox siyasi varlıqda, həm də eşikdə, İrandan eşikdə, məncə buna inanan çox azdır. Məncə bu kollən bunu qəbul eləmirlər, amma bu adam o kitabı götürür və onun üstündə bir türkçülük savaşı məncə İranda daha ciddi olsun. İttifaqa mən bunu belə görürəm, Oğuz bəy. Bu işarədən sonradır ki, siz görürsünüz kitablar yığırlar. Yəni, Xümeyni gedir o kitabı götürür, o türkçülüklə savaşa, türkçülüklə olan savaşa bir işarə edir. Onu işarə eləyəndən bir gün sonra ya 2 gün sonra görürsünüz kitablar yığışdı. Yəni, bir gün sonra, əgər səhv eləmirsən, bir gün sonra o kitabları yığırlar. Məncə, o həman o dəstur idi. O dəstur idi ki, verdilər ki, bu kitablar biz türklərlə müşkülümüz var, siz ermənilərin kitabları burada satılsın, Yahudilərin kitabları satılsın, hər yerin kitabı satılır, satılsın. Siz bilirsiniz, məsələn, mən bu haqda çünki kitab yazmışam, İranda çap olubdur. Tehranda bir dənə şey var, Yahudilərin mərkəzi var, Oğuz bəy.
siz muzə kimi düzəldiblər. Həm namazxanadır, ibadətgahdır. Məsələn, ora içərisinə bizi qoymurlar. Yəni müsəlman olduğumuz üçün ora bizi haramdır ora. Onların nəzərində biz ora girsən oranı mundar elərik. Onun üçün ora bizi qoymurlar. Amma məsələn bir yer var ki, muzə kimidir. Orada siz görürsünüz ki, bunlar İranda yazılan kitabları, yazdıkları kitabları, şeylər orada muzeyə qoyublar. Amma siz bunu Azərbaycanda görmürsünüz. Yəni siz ermənilərin məsələn mədrəsələrdə kitabları dərs oxunur. Bir dənə təhqiq vardı. Orada deyir ki, İranda yaşayan ermənilərin evdə danışdıkları bir-biri ilə %99.99'u ermənicə danışırlar. Bir-birlərinə məktub yazsalar ermənicə yazırlar. Toplumda isə %50 ermənicə danışırlar. Bir-birlərinə yetişəndə. Çıxırlar eşiyə, məsələn, dükan bazara gedəndə bir-birlərini görsələr, kollən şey danışırlar. O halda ki, bu... Başlığı danışaq. Buyurun siz. Siz mikrofonunuzu kapatın. Tamam, mən görüm bunu kapata bilsəm. Bilirsiniz, bu adlar gəlir, düşür bunun üstünə. Ona görə mən bunu kapat. Birində bu problem vardı. Yəni, öncədən belə deyildi. İndi mən danışanda səs dönür özümə və hər kəsə dönür. Odur məsələ. Yəni, yalnız mənə deyil. Oradan yazırdılar ki, səs dönür hər kəsə, yankılanır. Bu məsələnin ki, kitabla ilgilidir, kitabxana ilə ilgilidir. Orada təbii ki, geçən həftə oldu bu və ikisi də bir-birindən çox ilgilidir. Necə ki, siz də buna işarə etdiniz. Anti-Türk siyasətlərdir və orada özünü İslam və hətta yəni dünyanın rəhbəri müsəlman, onların dediyini deyirəm də, rəhbəri müslimini cahan, dünyanın müsəlmanlarının rəhbəri. Biraz abartma olur mənə görə, yəni. Mənə görə biraz abartmadır o, yəni öyle deyil. Və şiyələrin də, yəni özdə mərcə təqlid də çox adam da ona şey edir, təqlid edir. Ondan da xəbərimiz vardır. Onun rəhbəri olaraq gələsən 100 il bundan öncə və 100 ildən də biraz öncə Balkanlarda olan Türk qətliamını, Türk soyqırımına, orada 100 minlərin ölümünə və milyonların evindən, eşiğindən təhcir olunmasına, yəni öyle evinin, yəni öz evindən olunmasına, onların evindən, barkından, məhəlləsindən atılmasına və Türkiye'ye getməsinə və bu yollarda onların xəstələnib ölməsinə, yəni bunlar hamısı böyük bir orada cinayətlər olubdur. Balkan savaşlarında və Osmanlı'nın Avrupadan cəriyə çəkilməsində. Çoxlu əskərlərin şəhadəti və çoxlu sivil əhalinin, türklərin, yəni düşünün ki, bu anti-Türk güclər düşmüşlər azad Türk öldürməyə, müsəlman öldürməyə. Yəni bunlar da ki, qırılıb qalıblar biraz Bulgaristan'da, biraz Bosniya'da, biraz Yunan'da. Onlar da qırılıb qalanlardılar bir türlü. Mesela hatta geçen hafta bu Eurovision'da yarı Türk, yarı Alman olan bir katılımcı Yunan'dan. Orada ondan birisi soruşur Alman'daki sen ne millettensen? Deyir ben hem Yunanlıyam hem Türk'üm. Ve bu büyük bir problem yaratır. Hatta oranın medyası, herkesi Yunan'daki. Bu ne sözdür? Sen Türk dememelisin, Müslüman demelisin. Yani Yunanistan'da Türk varlığını kabul etmiyor. İşte Müslümansın. Yani aynı dönür bu mesele Osmanlı zamanına. Ki Türk kimin tanınmırdılar, Müslüman kimin tanınırdılar, ümmeti Müslüman, ehli Müslüman, milleti Müslüman. Ki bu Cumhuriyetle değişti. Ki Mustafa Kemal'ın düşünceleriyle, inkılaplarıyla milletin adı Türk'tür. Bunun dini ne olur olsun ve dininden asılı olmayarak. Dini varsa yoksa her neyse o Türk'tür. Ve bu yeni bir gelişmedir. Bu Yunan'daki anti-Türk şey budur. Geçen yüzyılda ve orada olan o qətliamları edenlere, o soykırımları yapanları gələsən orada övesən ki, yani orada canana savaşmışlar. Ayətullah Xamneyi böyle deyir. Çok canına savaşmışlar. Aslında savaşmamışlar.
orada Türk qətliamı olmuş orada. Və çünki bunlar həzimət demişlər, geri çəkilmə demişlər. Ona görə yəni hətta difai bir vəziyyətdə də deyirlər. Çünki böyük bir faciələr olmuş orada. Ancaq yəni necə ki yüz minlər Hollywoodun, Batının filmlərində bunların özlərinin bəzi çəkdikləri doğru, yalan, dərdlər filmlərə çəkilibdir. Amma bizimkilər çəkilməyibdir. Məsələ, Güney Azərbaycanın milli hərəkətdə nələr oldu, filmlərdə yoxdur. 1946-dan 1956-ya qədər ki, Məhəmməd Zəşraf Pəhləvi əhvi ümumi elan elədi sözdə. 10 il adam axtarıb tapmaq, öldürmək, sürgün etmək. Bunlar nə oldu? Bunlar filmə çəkilməyib. Amma onlarınki çəkilibdir. Ona görə əmən bu Balkanlarda Ay Xamneyinin övdüyü qətliamlar, bu Yunanlılar hələ filmə çəkilməyibdir. Hətta Türkiyənin tərəfindən ki, bilgilər var, filmlər də var, amma öyle güc azdır olmamış. Və ondan sonra da, həmən ondan sonra da Türk kitablarını, hətta onları ki, özləri də ona izin vermişlər. 100 kərə hər səhifəsinə, hər kəlməsinə baxıb izin vermişlər ki, basılsın, çap olsun. Onu da yığmaq təbii ki, bir anti-Türk hərəkətidir və biz şiddətlə qınayırıq və deyirik ki, Güney Azərbaycan müqəddəratı öz əlində olsa, təbii ki, biz böyle əlimiz açıq dilənçiliyə, Farsın dərbarına getmərik ki, bizim kitabımıza izin ver, bizim kitabımızı qoy olsun. Ya niyə belə dedin, Ay Xamneyi? Niyə kitabı kapattın? Niyə kitabı qoymadın yayılsın? Çünki böyle dilənçiliyə çıxmarıq bunun dərgahına. Öz devlətimizdə, necə ki Azərbaycanda azaddır, hər kitab olsun, necə ki Türkiyədə azaddır. Böyle bir vəziyyət olar. Umarım ki, o tərəfə, enerjimizi, hər şeyimizi o tərəfə qoyaq ki, öz devletimiz olsun. Yoxsa biz indi bütün yaman yolumuzu, bu kitabı orada qadağan eləyənlərə, ya Xamneyə ki, gəlmiş orada. Bunlar hamısını danışmalıyıq və bilməliyik ki, bilirik. Və millətimiz də bilsin, həssas olsun. Ancaq bütün enerjimizi biz öz devletimizi qurmaya qoysaq, milli kimliyimizi, milli devletimizi, milli öz kitablarımızı və onun öz intişaratımız, Azərbaycan intişaratı. Yəni, bir türlü bu qopuqluq olmalıdır Fars hakimiyyətindən və İran hakimiyyətindən. Bu tərəfə geçsə, onda da belə hər hadisədə bir əksüləməz vəziyyət olmalıdır. Düşmərik. Oğuz bəy, mən belə düşər. Mənim görüşüm çox qısalar. Buyurun. Mənim nəzərimə gəlir ki, düşməni tanımaq çox mühümdür. Orada bizi toğlamağa çoxlu şüarlar düzəldiblər. Biri də budur ki, Azərbaycan səri İran əst. Azərbaycan İranın başı deyil. Amma bu Azərbaycanın məsələn dili yox, kitabı yox, kitablarını tuturlar. Mücəvviz vermiş kitabları. Niyə tutur? Oğuz bəy, bu da mühümdür. Çünki o kitab orada satılacaq axı. Bir böyük şeydir də, sərgi deyil. Tamam, hər yerdən gələcəklər orada və dövlət pul verir. Yəni kitab alanlara, xüsusən danışçılara, öğrencilərə, Oğuz bəy, məsələn, hərəsinə 4 milyon, 5 milyon bon verir. Deyir ki, get bu pulla kitab al. O pulu istəmir ki də Azərbaycan türkçülük kitab alınsın. Çünki türk yazarları güclənər. Çünki kitab çap eləyənlər güclənər, kitab satanlar güclənərlər. Amma o istəmir. Məsələn, fikir edin ki, birdən məsələn 10 min nəfər gedə kitab ala oradan, hərəsi 4 milyonluq, 5 milyonluq kitab ala. Danışçı fəqət. Məsələn, deyək ki, İranda bir 5 milyon danışçı var, öğrenci var. Bu 5 milyonun 10 min nəfər gedib kitab alsa, hərəsi 5 milyonluq, özü bir böyük pul gedir birdən-birə o kitabların mərkəzinə. Amma İran neyinir? O kitabları daimi qadağan eləmir. Demir ki, bu kitabları yığıram, aparıram, xəmir eləyəm, atasız o üzər. Yox, deyir ki, bunu satma fəqət burada. Bunu apar qoy tükanıva. İnsanlar burada görməsinlər, burada sən satma. Çünki sən satarsan güclənərsən. Sənin mali kitap tanınar, yazar tanınar, pul güclənər. Ondan sonra insanlar təşviq olarlar, deyər ki, tamam, mən məsələn bu kitabdan mənim əlimə bir 10 milyon pul gəldi. Mən bu kitabı bir də çap eləyim, ya bir ayrısını sifariş vereyim, çap eləyim. Bu da mali savaşdır bu. Biz bunun üçün mənim nəzərimə təhqidə her şey deyək ki, biz oldu, xəbərimiz oldu. Yox, bilək ki, düşmən kimdir, düşmən nədir düşmənlik edir, bizi nədir mühasirə edir, bizi nədir iqtisadi
boykot edir. Bizi hər cəhətdən boykot edir. Yəni biz bunu bilməliyik ki, tamam. Biz Sizin savaş alanınıza təyin edir. Bəli, Gəl bəli. burada, Gəl burada gəl savaş, kitabını gəl kitabını. mən qoymuram yayılsın. Mən qoymuram sənin kitabın satılsın burada. Və aynı sərgidə, aynı kitab fuarında mən Yunan kitabını ki, öbür Türk qətlamını onu götürəcəyəm. O qədər kitabın içində onu götürəcəyəm və onu şey edəcəm. Mənim görüşüm budur. Məsələ budur ki, həmən işğalçı dövlət gəlir sənin savaş alanını da göstərir. Burada, gəl burada məndən savaş ki, mən sənin kitabı qoymuram satılsın və sən də bunun üzərinə savaş. Sən yəni buna təlaş elə. Sənin şeyin bunun üzərinə olsun fəaliyyətin. Oğuz bəy, bu da bizim nəfimizədir. İndi Salih bəy bir gözəl söz dedi, taktikdən danışdı. Mən o taktiki çox sevirəm. Özüm də onun tərəfdarıyam, doğrusunu desək. İllərdir bu taktiki mən demək olar ki, hər yerdə də sifariş edirəm. O da budur ki, hər yer savaş alanıdır bizim üçün və hər zaman savaş alanıdır. Heç şey yoxdur. Biz elə burada da bir savaş başlamalıyıq. Yəni kitab üstündə də bir savaş başlamalıyıq. Çünki bu savaş ruhiyyəsi bizdə olmalıdır. Biz hər şeyi beləsə deyim, bəhanə edib savaşmağa bəhanə axtarır çox adam. Biz bəhanəni verirlər. Biz kafidir. Məsələn, bunun üstündə ciddi işləsək, Xordad hərəkatına tay bir hərəkət çıxar burada. Amma bu qalıbdır ki, bizim mediamız ciddi işləyən, bunu çevirər, deyək ki, bu bizim varlığımızdan mübarizədir. Bizim ekonomimizdən, naşirlərimizin. Burada mənim nəzərimdən çox pullulara, milli sərmayədarlara şey düşür. Bazara, kitab satanlara, bunların naşirləri vardı, mərkəzin əncümənləri vardı, nələri vardı, təşkilatları var. Onlara ciddi şey düşür ki, girələr meydana, bunu savaşa çevirələr. Biz hər gün, hər yerdə, hər şeyin üstündə savaşmaq haqqımızdır. Çünki o da bizim bir haqqımızdır. Yəni biz özümüz haqqı tərif edirik. Da bunu dəfələrcə cənabımızla danışmışıq ki, haqqı deyə bir şey yoxdur, məgər ki, sən özün onu icad eləyəsən. Yoxsa haqq, nə haqqı? Haqqı sənə kim verəcəkdir? Məncə, savaş haqqında biz icad eləməliyik. Düşmən bizə bəzən fürsət qazandırır, savaş üçün. Biz o savaşın meydanına girməliyik, orada ondan savaşmalıyıq. Güclü olduğuna görə o cibhəni o tayin edir. Gəl kitabı qoymuram şey olsun. Yayılsın. Orada savaş. Və ya qadınların geyiminə müstəqalət eləyirəm. Gəl orada savaş. Milli hakimiyyəti savaşır. Milli hakimiyyət. Bilirsiniz, bunlar hamısı milli hakimiyyətin şeyləridir. Qollarıdır, cibhələridir. Yəni siz bir cibhədə milli hakimiyyət tərif eləmirsiniz ki, milli hakimiyyət bir budur ki, deyirsən, mən fəqət istəyirəm İran dövlətini yıxam, Azərbaycan dövlətini quram, bir burada hər zaman güclənsəm, onda savaşacağam. Amma o zaman ki, taşkişi götürsən ki, hər yer və hər zaman sənə savaş alanıdır, savaş meydanıdır, onda deyirsən ki, bu da mənə bir cibhədir. Mən əlan burada düşmənimə baskı basacağam, savaşacağam. Düzdür, düşmən yaratdı. İftixar düşmənləndir. Amma düşmən bunu şeyə çevirməyib. Əlan bunu mediaya gətirən düşmən gətirməyib. Düşmən çalışır burada yaratcana bunu kontrol eləyə, səsi də çıxmaya. İndi biz bundan nə cür düşmənin əleyhinə savaş meydanı aça bilirik. Düşmən istəmir buradan savaş çıxa. Qət'ən bunu inanın ki, düşmən istəmir orada bir kitab savaşı çıxsın. Amma biz indi bunu savaş alanına çevirə bilsək, biz burada onu tərsaq meydana, dalıya oturtsaq, heç olmasa, yəni oradan ordusunu çəkər. Hə, nə tək sərgidən kitabdan ordusunu çəkər. Biz orada bizim savaşmasaq enerji qazanmayacağıq. Savaş, hər savaş o birisi savaşa hazırlıqdır. Siz savaşlarla yalancı savaşlar ordularda, bunu bilirsə adına deyirlər manorda, indi mən bilmirəm şey nədir, türkçəsi nədir. Amma bu hazırlığı yalan bir savaş yaradırsınız orada. Gedirsiniz orada təmrin edirsiniz, əsli savaşı çünki bir mövqeyi olsa. Bunlar bizə savaş alanıdır. Məsələn, Qələbabəkə gedirik, ya filan yerə çıxırıq, bunlarda bir təmrin edirik, mümarisət edirik, məşq edirik ki, biz çıxaq ora. Hər halda mən biraz burada gördüğünüz şey bir sonraki başlığı danışaq. Çünki bir saat yarıma yaxın. Tamam, indi sonraki başlıq əgər yadımda olsa, keçən həftə qərarımız, o birisi həftədən qərarımız idi ki, qorxu məsələsini danışaq. Qorxu kültürün, qorxu fərhəngini danışaq. Qərar oldu ki, bu həftədən ciddi olaraq başlayaq. Buyurun, siz devam edin. İstəsəniz, mən Azərbaycan Cümhuriyyəti barəsində Fransız
ilə bağladınız. Mən oraya girmədən öncə Azərbaycanla, Azərbaycan Cumhuriyyətinin iki dənə Azərbaycanla ilgili, yəni bizi də ilgiləndirir iki şey danışım. Biri bu ki, Fransa bilirsiniz, şimdi neçə aylardır ki, hatta illərdir ki biz Fransanın direkt və həm direkt, həm də dolaydan Azərbaycanı hədələdiyi, Azərbaycanı düşmanlarına yardım etdiyi, Azərbaycan milli mənfəətlərin hər zaman qarşı çıxdığını vurğulamışıq. Bölgədə Kürt yayılmacılığına yardım edən ən çox bölgədə şey olmuş. Yəni Azərbaycana qarşı. Yəni Kürt yayılmacılığı başqa yerdə olur olsun, yəni o bizə önəmli deyil. Hətta biz Kürt millətinin öz tarixi ərazisində öz hakimiyyətini qurub öz devlətini olmağa əsla qarşı da deyilik. Ancaq Türkmen torpaqlarının üzərinə yox, Azərbaycan torpaqlarının üzərinə yox. Yəni bunlar öncədən danışmışıq. Ancaq məsələ budur ki, indi Fransa dövləti Azərbaycan dövlətini və Azərbaycan hakimiyyətini şey eləyir ki, müttəhəm eləyir ki, Fransanın koloniləri var ya dünyanın ətrafında. Kolonilərinin birinin adı New Kaledoniyadır, Yeni Kaledoniya. Orada qarışıqlıqlar olmuş, hatta adam da ölmüş, orada büyük etirazlar var, təzahüratlar var və Fransanın işğalçılığına qarşı və Fransa Azərbaycanı müttəhəm edir ki, Azərbaycan yardım etmiş bunlara. Halbuki yani siz düşünün 33 il Fransa Erməni işğalçılarına direkt yardım etmiş. Azərbaycanın tarixi torpaqlarını, Azərbaycan hələ dünyada rəsmi tanınmış %20 toprağını işğal edib. 1 milyon qaçqın var idi Azərbaycanda. İngilizcə də deyirlər internally displaced people, yəni öz məmləkətin içində sərgərdan olmuş, evsiz olmuş millət. 1 milyon. Və bilirsiniz, minlər başqa yerlərə getdilər, Rusiyaya, Türkiyəyə və Avropaya və dünyaya. Böyle bir cinayətlər, böyle bir şey ki, Fransa bunu yardım etdi Ermənistana. Və keçən 100 ildə və 100 ildən də çox bütün bizim bölgəmizdə, həm Güney Azərbaycanda, həm Böyük Azərbaycanda, Güney Azərbaycan və Böyük Azərbaycan milli mənfəətlərinə qarşı hər zaman Fransa bizə qarşı durmuş orada. Hətta gəlib bir dənə yəni siz biləsiniz, Güney Azərbaycanda qətliamların, o qatillərinin silahlarını can belə Fransa vermiş. Yəni həm cilovluqda, həm belə gətirib bir dənə hətta kilisa adında, hətta məsələn charity adında, yəni yardım edəcək yetimlərə, onun adında bir mədrəsə açırlar Urmiyədə və ya Xoyda, başqa yerdə. Oradan silahlandırırlar Azərbaycanı qətlam edənləri. Fransanın böyle bir yəni o şeyi var bölgədə. Yəni lazım deyil işarə eləyəm ki, amma gene də İraqın quzeyində o zaman ki Amerikanın yəni no-fly zone elan etmişdi. Heç uçaq orada gəzəməzdi. Amma mesela Mitterrand'ın xanımısı oraya enirdi və Kürtlərlə o zaman PKK ilə və o şeylə değişik Kürt qruplarının danışa bilirdi. Yəni orada çox ağır özlərinə mənfəət əldə eləyiblər, bunu biləsiniz. Siz düşünün ki, Fransa hardadır, Azərbaycan hardadır. Orada da Türkiye de oradadır, Azərbaycan da oradadır və Güney Azərbaycan. Siz düşünün, o məsələdə oradakı o millətlərin arasında Fransa özünə milli mənfəət bəlli etmiş və oraya sərmayə qoyur və oraya enerji qoyur və hətta öz dünyadakı abırını da ortaya qoyur ki, yəni mən burada nə yaşıyorum, bundan soruşan olsun. Niyə? Bu gücü hardan alır? Şuraya əmniyyətdə üzv olduğundan. Çünki hər şey istəsə veto eləyə bilər. O gücü var. Dünyada nükleer şeyi var, silahları olan bir məmləkət və dünyanın əski, istismarı, kolonial məmləkətidir və hal-hazırda da ən çox kolonisi olan məmləkət də ən çox cinayət işləyən Afrikada və Asiyada, Uzaq Doğu Asiyada məmləkətdir. Fransa böyle bir vəziyyətdədir. Hələ indi orada çox zəif, yeni düzəlmiş bir məmləkət, öz torpaqlarının %20'sini hələ yeni azad etmiş bir məmləkət. Bu məmləkəti bu qədər təhdid etmək, hədələmək, rahatsız etmək, hətta yəni ekonomik olaraq onu bir türlü embargo qoymaq. Bu Fransa eləyir bunu Azərbaycan. Bir
taraftan sevinmek, bir taraftan sevinmek lazımdır ki, bir taraftan sevinmek lazım ki Azerbaycan'ın büyüğün, yani hem dünən, hem büyüğün Azərbaycanın yani Qarabağa bütün şərtsiz, qeydsiz, şərtsiz hakimiyyəti, hem nizam hakimiyyəti, yani Rus arabalarının, Rus sözdə sülh məramlılarının en son arabalarının çıxmasıyla olur. O da büyündür yani. Dünən və büyün Rus'un en son silahlı arabaları, en son o daşıyıcı arabaları, tankları Azərbaycanı tərk etdilər. Daha Azərbaycanda və Qarabağda və hər yerdə Rus ordusunun heç bir şeyi yoktur. O sülh məramlılar ki var idilər. O hamısı çıxmış olur və bu vəziyyətlə, yani bütün full kontrol, yani bütünlüklə kontrol Azərbaycan ordusundadır hər yerdə və heç bir xarici nizami güc orada yoktur. Bu da yaxşı bir xəbərdir. Ancaq əlbəttə bu Cənab İlham Əliyevin dahi liderliğinin sayəsində bu olmuş və bundan da Fransa çox da rahatsızdır. Çünki Fransa hər zaman bölgədə dəxalət eləmək istəyir və illa da ki Azərbaycan Cumhuriyyətinə qarşı fəaliyyətlərini davam edir. Mən bunu istəydim yetirəm xidmətinizə. Siz buyurun. Biz indi yarım saatda siz buyurun. Dediniz ki geçen dəfə də danışmışdıq. İcazə buyurun. İndiki oradan danışdıq. Qoyun mən də iki dənə qısa xəbəri deyim. Ceytan. Bu ki zahirən İlham Əliyev və cənabları Minskdən istəyirdi ki, mülğa olsun. Bu özü bir böyük gözəl xəbər. Mən onu dünən oxudum. Çox sevindim. O Minskin mühəll olmağını istəmək, Rusiyanın oradan bu torpaqlardan çıxmağı çox önəmlidir. Bu iki xəbəri mən bir-birinə bağladım. Eyni gündə ki, Ruslar oranı boşaltmağa gedirlər. Eyni gündə də Minsk qrupundan istəyir ki, ləğv olsun. Çünki də məmuriyyətlərinə yer yoxdur. Azərbaycan torpaqlarını alıbdır gücü ilə və də onun əslən Minskin olub-olmamağına heç bir şey yoxdur. İkinci xəbər ki, elə xəbərlərə gələndə indi birdən yadıma düşdü. Heyfdir bu deməyək. Molla Əzimi qədim evin zindanından bir video səs yayıbdır. Və orada deyib ki, bunların bir də istəkləri var. Zindanda olaraq türklərin bir də istəkləri var. Deyib ki, və təhcə əlimizdə olan imkan öz canımızdır. Və 2-3 günün içində dövlət bizim, İran dövləti bizim istəklərimizi zindanda yerinə gətirməsələr, biz, yəni mühakimə olmaq istəyirlər. Deyirlər, bizi aparın mühakimə eləyin. Əgər bizi tutmusunuz, bir ittiham vurmuşsunuz, aparın mühakimə eləyin, bizi zindanda saxlamayın. Deyiblər ki, aclığa əl vuracaqlar və hamısı, tamam türklər bir yerdə hamısı əl vuracaqlar aclığa və yəni yeməyəcəklər. Su içəcəklər zahirən, bunu demədi, amma dedi ki, aclığa əl vuracaqlar və davam eləyəcəklər o cümlədən ki, bunları aparırlar, mühakimə eləyirlər ya da deyirlər, azad olun, sizin iddiamız yoxdur, biz sizi yalandan tutmuşuq. Çünki əgər yadınızda olsa, Oğuz bəy, bir neçə proqram qabaqda siz məndən soruşdunuz, niyə bunları tutubdu bu 10-15 nəfəri o günlərdə niyə tutdu? Dedik ki, Azərbaycan Cumhuriyyəti o tayda İranın göndərdiyi casusları tutduğuna görə bunları giroqan tutub aparıb Tehrana. Bəli, bu elə həmandır. O özləri də buna inanırlar. Sonra hətta bu dostumuz Səid Minai azad oldu. O da geçən həftə danışıq, 2 həftə bundan qabaq danışıqlarında dedi ki, biz giroqan tutmuşuqlar, bizi giroqan tutublar onların qarşısında. Həman məsələdir. Mən fikir edirəm ki, biz bu zindanilərimizdən də himayət eləməliyik, yazmalıyıq, danışmalıyıq. Bu çox ciddi məsələdir. Necə ki, o siyasi fəallarımızın biri nənəsi ilə bacısını tutmuşlar Oğuz bəy. Əgər yadınızda olsa 2-3 gün bundan qabaq. Adı nə idi onun? Mən indi ona adıma gəlmir o zindanımızın adı. Amma anası ilə bacısını tutmuşlar. Toplum ona bir reaksiya göndərdi. 24 saatdan az çəkməmiş onları ötürdülər. Giroqan tutmuşdular o xanımla, yəni bacısı ilə anasını giroqan tutmuşdular. Bəlkə istədirdilər ki, etiraf alalar. Amma toplumun reaksiyası ilə, əksül əməli ilə o himayəti ki, mənəvi olaraq, yazı olaraq, fikir olaraq, düşüncə olaraq verdilər. Dövlət, yəni bu, o bayaq ərz elədim ha,
savaş alanları. Savaş alanlarını biz çox vaxt təyin eləməliyik. Biz indi burada savaşmalıyıq. Məsələn, o xanım bacımızı və bacımızı onların azad olmasında bu insanlar burada savaşlar çox rol oynadılar. Yoldaşımız burada yazmış. Mehdi Kofiyanın ailəsi. Bəli. Ben tanıyorum. Bəli, hər halda mənim nəzərimə bu da çox önəmlidir. Meydanlarda biz təyin eləyə bilərik, harda savaşaq və harda düşməni yıxaq. Bu da mən fikir edirəm ki, bizim güclənməyimizə bu ki hər bir kiçik qazanc Oğuz bəy, hər bir kiçik zəfər böyük zəfərə addımdır. İtimad be nəfs, özgüvən gətirir bizə ki, tamam biz bu məsələn Kuxiyanın anası ilə bacısı azad oldu, bizə bir qazancıdır, amma düşmənə bir dağla oturmaqdır. İndi kitablarda da bu işi görsək və görəcəksiniz ki, biz daimən bir hər halda siyasi dövlət bilirsiniz, dövlətin hər günü siyasi bir savaşdır. Yəni biz də bir dövlət qurmağa çalışırsaq, hər günümüz, hər işimiz bir savaş alanıdır. Oradan zəfərə getmək yolu tapmalıyıq. Sağ olun. Əgər indi istərsiniz, gedək ikinci mövzumuza, ya da ki az vaxt qalırsa, elə burada qutaraq, gələn həftədən onu danışarıq. Çünki Gələn danışarıq. Tamam, o gəlsin. Çünki Çox yaxşı oldu. Mən bəzi yoldaşları çağırmağa çalışdım. Hətta mən Araz Elsası istəyirdim ki, gətirəm. Ondan da 5 dəqiqə danışaq. Ancaq elə bir ki, online deyirlər Araz bəy Elsas. Və bəzi yoldaşlar. Səsiniz yox. Hə, zahirən biz burada istəyaq birini çağıraq. İndi ki, niyə görmürəm, mən yox oldu o bölüm. Aşağıda bir 3 nöqtə var. Bir də kamera var. O kamerada siz görsəz əgər, o kameradan vuranda adamların adını axtara bilirsiniz, yaza bilirsiniz. Olsalar gətirir sizə, görürsünüz, dəvət eləyə bilirsiniz. Oldu. Hə, tamam. Öyrənəcəyəm sonunda bunu. Çox sağ olun. Mən bir daha 100-cü proqramı kapatın. Lütfən. 100-cü proqramdayıq. Güney Azərbaycandan baxışın 100-cü bölümündəyik. Sayın İnsaf Əli bəy Hidayətçi həm qonaq olaraq bizim dəfələrcə proqramımızda olmuş. Ancaq bu keçən 15-dən çox bəlkə bölümdə, hətta ev sahibi kimində orada olmuşlar və mən çox öyrənmişəm və faydalanmışam və nə fəqət mən, çünki bunlar yazılır, qalır. Yəni, yalnız mən və İnsaf Əli bəy deyil. Və burada canlıda görürsünüz ki, indi bu 100-cü proqramda bunu belə danışmaq olar. Canlıda ölər o əski İran sistemi ki, hamı belə oturur, məsələn, quru biri bir sual soruşur, o biri bir cavab verir. Öyle deyil. Canlıda çox rahat biz danışırıq bir-birimizin sözümüzü istədiyimiz zaman. Yəni, çox yox, amma istədiyimiz zaman kəsə bilərik, danışa bilərik, gülə bilərik, yanlış yapa bilərik sözü demədə. Niyə? Çünki internetin gəlişməsi ilə bizə bu fürsət verilib ki, biz bunu işlədək, bunu kullanaq, sizinlə danışaq, insanlarla danışaq. Öyle devlet rəsmi televizyonları ki, Quzey Kore'nin televizyonu kimi ki, elə otururlar, elə bir ki, makinadır, danışır və bəlli bir şeyləri öyle tekrarı, nə deyirlər, diktə eləyirlər, danışırlar. Öyle deyil. Teknoloji və gəlişim bizə bu izni verib ki, böyle eləyə bilək, danışaq və bu qalsın ki, sonra, bir gün sonra, 100 gün sonra bunu oturup biri baxa bilsin, danışa bilsin ki, aynı bunlar danışılır. Və bəzi yoldaşlar da ki, əzizdirlər, yardım eləyirlər. Bunun 10 saniyəsini, 1 dəqiqəsini, 3 dəqiqəsini kəsirlər. Bir yer ki, o bəyənir, bir yer ki, o bayaq Haray bəy deyirdi. Bir yer ki, o öyle düşünür ki, burası yardımcıdır. Buradan bu sözləri dedi bu İnsaf Əli bəy və ya mesela öbürü qonağımız ya mən. Bunu götürüm, ona bir hərdən görürəm musiqi də qoyurlar və ya başqa şeylərdə bunu dəyişdirirlər. Çox gözəldir. Və bu yaxşıdır. Düşüncə yayılır. Düşüncə bir qıvılcım kimindir? Bir işığın qıvılcımı kimi, bir ağacın, bir gülün bir tohumu kimindir. Onu qoyarsan və əgər dərdə dəysə, onu yetərincə günəş və torpaq olsa, düşüncə gəlişər. Mən təşəkkür edirəm hər kəsdən ki, çox böyle Milli Hərəkətin rəhbərlərindən, siyasi partilərin böyüklərindən, sözcülərindən,
bilim adamlarından, düşüncə sahiblərindən ki, çox çağırmışam. Hamısı, heç birisi mənim sözümü geri çevirməmiş, gəlmiş proqrama. Həmən hamıyı çağırmışam. İcab etmişlər bizim dəvətimizi, gəlmişlər. Onlardan təşəkkür edirəm. Güney Azərbaycan İstiqlal Partisindən təşəkkür edirəm. Sayın Salih bəy ki, var idilər. Ki, bunu o platformadan, o Instagramdan yayırıq. Salih bəy mənim yadıma saldırar ki, bu öncədən YouTube'da da olmuş. Amma YouTube'a qoyulurdu, bilmirəm, yəni yadımdan çıxıbdı. Hər halda çox təşəkkür Sayın Səfərli